götürəcəm bu kayıtları da, mənə dediyin sözləri də, sən də get qanunla danış. Deyəcəm 25 min nəfərin içində oturur, insanları mənim üzərimə işləyir. Zəngləri də aparıb qoyacam TikTokda qabaqlarına ki, bax belə bir şey olub. Öz elədiyi zəngləri gizlədirlər, mənim zəngimi göstərirlər orada. İndi görərsən sən. Sən mənə o qədər cəmaatın içində yalandan küzdü çıxart, gör mən sənin başına nə oynaçıram. Mən sənin üçün o bu deyiləm. Mən hansı yayıncılarına səhv salma. Düz eləyirəm, bəli, haqqımı da tələb eləyirəm. Olmaz. İnsanların içində məni yalancı çıxardır. Ayıbdır, Allaha quşaqlar. Sizə elə belə gəlir, o. İnsanlar gəlib mənə ağzına gələni yazır. Axı elə olmayıb, Quran haqqı elə olmayıb. Balamın ölmüşü elə olmayıb. İnsanları gəlir mənə ağızlarına gələn yazılar. Yaltaq, küzdü, qeyb ona yığmısan. Ya, axı elə olmayıb. Niyə yalan danışmalıdır mənim haqqımda 25 min nəfər insan içində? İnsanlar da yazır, səsimi eşitlər. Nə olsun səsimi eşitdin? Eşitdin də. Sən nə bilsən biz orada nə haqda danışırdıq? Nə eşitdin? Yalvarırdı. Əşə hədiyəni mədiyəni boş ver, onu danışır da boş-boş, onun hədiyələrinə qalan var, kiç-kiç danışır, elə şeylərdən mən incimirəm. Amma yalan danışmasın, yalan danışmasın. Mənə insanların içində yalancı çıxartmasın. Az daha qutar da deyir sizi, özü danışır mənim haqqımda. Dünən canlaşdı, bir dənə adını çəkdim o onun mən. Özü danışır haqqımda. Oturub 25 min nəfər içində sən 200'lü çıxartsam xoşuma gələr az. O kimdir ki mən ağlayayım ona görə? Ağla. Mırtdaşır da, nə olub? Axı insanlar elə deyil, gəlib ağzına gələni yazırlar mənə. Cəmaat inanır, başa düşürsən. Bəlkə də o zarafata deyir, insanlar inanır. O elə TikTokda 5 aydır bunu dərk eləmir ki, insanlar ciddi başa düşür onu. O elə zarafata salıb hamıya ağzına gələni deyir, nə gözəl. Cəhənnəm olsun qırış. Açmayacaqdım, mən o gecə görə açdım canlını ki, deyim məndən danışma, beynimi çöndərmə mənim. Quran haqqı mən dünən qızımın canlaşdım, ondan danışmadım. Söhbəti bağlamışam, çıxıb gedib. Bir kəlmə dediniz, dedim mən yığmamışdım. İndi yığıb, oturub yenə məndən danışır. Deyir 200'lüdür o, 200. Sən necə 200'lü qızsan, ay qız. Yalan danışma da, heç olma. Sən oturmuşsun canlıda, sən nə bildin Niko yığdı, yoxsa mən yığdım. Durub deyirsən dünən yığan sən deyildin. Sən canlıdaydın, sən nə bildin məni Niko yığdı, yoxsa mən Nikonu yığdım. Belə düz danışansan, get bax da. Gör kimi yığıb birinci. Həm də yığmağı sənə görə olmayıb. Öz aramızda başqa söhbət edirdik biz. Sən yuyulmamış qaşıq kimi özünə soxursan ortaya. Niko dedi. Niko nə dedi? Nikoya da yazıram bayaqdandan. Cavab vermir. Hirsimdən yığıram, açmır. Ki ona denən ki, ağzına gələni danışmasın mənim haqqımda canlıda. Mən o söhbəti bağlamışam. Yalancı çıxartmasın mənim millətin içində. Düzün danışanda belə çıxsın, özü yalancıların adını çəksin orada. Yaltaqlanmasın yalancılara. Dedi bayaq. Düz deyir də zəng eləmişdin. Ay xanım, Niko mənə canlıda yazışırdı yuxarıda, mən canlıda olanda. Bağladım, getdim. Bilib bilmədən niyə danışırsan? Niyə danışırsan bilib bilmədən? Pek atmaq açmamışam. Mən bugün canlı, mən birinci günlər canlı açmıram. Çünki birinci günlər mən düşmür mənə. Ona görə canlılardan uzaq dururam. Az elə belə baxıram bunun canlısına girib. Görürəm ki,
Orada məndən danışır. Mənlə niyə danışırsan? Kiş xəstə. Yaxşı eləyir. Danışsın, olan şey danışsın, da olmayan şey danışmasın. Zarafata salıb insan hər sözü hə desin, problem deyil, qırraşsın. Amma olmayan şey danışmasın da. Yanıram axı. Yanıram. Mənim xəssiyyətim belədir. Kimsə olmayan şey deyəndə cırılıram bacı, özümdən çıxıram. Neysə, rədd olsun, neysə alıp əsəbləşdim təmiz. Mən o yandırmır. Bəzi dırnaq arası qaşqaldaqlar. Görürəm ki, yorumların altına yazılır. Bu necə 200-lüdür, bu necə yalancıdır. Bilib bilmədən danışırlar. Allah haqqı söhbət elə olmayıb. Heç kimin, mənim balamın canı heç kəsin canından artıq deyil ki, mən burada uşağımın canından içirəm. Balamı torpağa tapşırım əgər birinci mən yığmışamsa. Da bu qədədə yox. İndi yığmağımın da səbəbi onlara deməyim idi ki, mənim haqqımda Velizar gic-gic danışmasın. Kim indi ona inanır özü bilər, getsin inansın. Məni buna vadar eləməyin. Çünki inanmırsınız, ağzınıza gələn yazırsınız, dininizi, imanınızı itirmişsiniz bəziləriniz. Haqqıma girirsiniz, ağzınıza gələn danışırsınız mənim haqqımda. 200-lüsən nəsən? 200-də olub nə eləmişəm? Velizara yalvarmışam, yaxarmışam, məndən barış, məndən danış. Başqa mövzu haqqında danışırdım mən Nikoyla. Orada heç Velizarın adı belə çəkilmədi. O gəldi çömçə kimi deyik ki, kimdir sənə yığan? O da dedi Ləman. O gəldi çömçə. Kütlənin içində insanları pis göstərməyə çalışır. Güya bu özü düzdür, cəmaət hamısı cındırdı. Bir dənə yaxşı budur, yayıncılar cındırdı, bir dənə zor budur. Az nə kofta salmışsan, deyirəm canlı atmayacaqdım. Əsəbimdən açdım ki, deyim məndən danışma. Necə balasın canlandı işte yalandan. Ay bacı, orada məzələnir deyirsən. İnsanları görsən gəlib mən ağzına gələni yazır. Kütləni mənə təhqir elətdirir o adam. Görmürsən? Elə göstərir ki, mən yanıram, əsəbləşirəm. Psixoloji təsir edir mənə elə şeylər. Yığırsan da açmır. Niyə açmır? Düzdüsə açsın da telefonu. Açardı, qoyardı mikrofona, deyərdim sözümü. Mən görmürdüm o canlı dolu ola mən yığıram. Özüm yığırdım canlı dolu ola ki, açsın sözümü deyim. Məni bilən bilir ki, mən deçilədən qaçan qız deyiləm ha. Elədiyim şey deyirəm, eləmişəm, eləmədiyim şey deyirəm, eləməmişəm. Heç kəs mənim boynuma yalanla şarata bilməz. Çıxıb ağızlarım qoyaram ora. O bu deyiləm mən. Prim kasan olsaydım dünən açıb onun haqqında heç danışmadım. Özüm üçün canlıma apardım. Söhbətimi elədim, belə elədim. Oldu keçdi, söhbət bağlandı. 25 min nəfərin içində mən şər atır ki, 200-lüdür. Mən 200 deyəm, yaxşı. Sən görərsən. Sən görərsən. Sən insanları mənim üstümə göndərirsən ki, girib mənə ağızlarına gələni yazsınlar. Sən sabahdan görəcəksən. Sən darıxma. Özü hamının haqqında danışır bacı. Sonra da oturup eləyib, məndən film kaşırlar, mənim canlılarımda məndən danışırlar. Ağzımı açdırır Seda Sayan sifət. Sən mənlə niyə danışırsan bəs?
Burada sus yazanlar var ha. Yəqin sizin qürurunuz, mənliğiniz, şəxsiyyətiniz yoxdur. Sizə onun dedikləri zarafat gəlir. Amma o sətr altı 25 min nəfərin içində məni yalancı çıxardır. Və mənə şər atır. Başa düşdünüz? O heç bilmir mən Niko ilə nəydən danışdım. Niko mənə yığdı, yoxsa mən Nikoya yığdım. Mövzusu nə idi? Təhqir edirlər. Cındır yazırlar, küzdü yazırlar. Onlara vadar odur. O eləyir. O eləyir. Başa düşdünüz? Niyə ağlayıram? O kimdir ki mən ona görə ağlayayım? O eləyir. Düz eləmir axı. İndi başa düşürəm, sevə bilərsiniz, onu 25 min izləyir, yaltaqlanıb sabunsuz girirsiniz bəziləriniz. Amma düzün danışmaq lazımdır da. 25 min nəfərin içində o çəkdi. O məni saymasaydı mənim adımı çəkməzdi. O poxu atır ortalığa, ağzına gələn cəmaatın haqqında danışır, sonra göy heç kəsi saymır. Saymayan adam heç ümumiyyətlə mənim adımı çəkməz canlısında. Başa düşdünüz? Təbii ki saymaz. O buradakı yayıncıları moralini sındırır, sonra oturur orada, mən heç kəsi saymıram. Qudurmaq lazım deyil ha. Həmişə 30k sənə baxmayacaq. Özünə hörmət qazan. Sənə baxmayacaq. Oturur canlısında deyir ki bu adam 200'lüdür. Bax söhbət yaddan çıxmışdı, düzdür? Yaddan çıxmışdı söhbət. Dünən də bir kəlmə mənə dedilər. Dedim ki mən zəng eləməmişəm. Söhbəti uzatmadım. Balamın canı uzatmadım. Bugün 25 min nəfərin içində deyir ki Aylama sən nə 200'lü qızsan. Özün zəng eləməmsən bizə. Yalan danışır axı. Əlimi Qurana da basaram, yalan danışır. İnsanlar da gəlir, mənim canımda mənə 200 yazır, yalancı yazır, gedib yığmısan. Ona zarafat gəlir. Amma o psixoloji insana təsir edir. Gəlib burada bilib bilmədən adama ağzına gələni yazıb, adama sinirinə toxunurlar. Danışmasın da məndən danışmasın. Səsim gələ bilər. Mən demirəm ki, mən Niko ilə danışmamışam. Siz nə bilirsiniz Niko mənə yığıb, yoxsa mən Nikoya yığmışam? Niko ilə mən nə barədə danışmışam, nə haqda danışmışam? Heç orada Velizarın söhbəti belə getməyib. Amma o yanlış qələmə verir ekranda. Deyir, o dünənlərimdə yalandan deyir, zəng elib 30 dəfə mənə açmamışam. Yalan deyir, Allah and olsun. Qızıllı Quran haqqı yalan deyir. Atamın qəbrinin and olsun, yalan deyir. İndi siz onu çox istəyirsiniz deyə onu hər dediyin zarafat qəbul edirsiniz, amma elə deyil axı. 5'i zarafat başa düşür, 5'i ciddi başa düşür. Bu kütlənin yarısını bilmirsiniz. Bildiyi də söhbəti deyil də danışmasın məndən. Demirlər məndən danışıb canlısına adam yığır. Ay qardaş, sən də məndən danışma. Adımı çəkmə. Gör mən itin qızı sənin adımı çəkəcəm. Çəkmirəm də, çəkməsən də. Yalan danışma mənim haqqımda. Üzləşək deyir. Gəlsin üzləşək. Gəlmir axı, yığıram açmır. Nikoya yığıram ki, aç. Mən sözümü deyim, yığıram açmır. Burada belə davalıq bir şey yoxdur. Prosta o böyüdü buzadır. Böyüdü buzadır. Görür ki ya, yorumlarda məni söyürlər. 200'lü yığdı. Bu laf da düşür üstünə. Az bildiyi də söhbəti deyil. Bildiyi də. Danışmasın mənim haqqımda. Mən o bu yayıncı deyiləm ha. Çıraram, bildiniz? Mənim haqqımda kimsə yalan danışa bilməz. Üzərəm. Bir kəlmə. Sok iç. Uzadan odur. Canlıda neçə gündür mənim haqqımda danışan odur. Mən uzatsaydım dünən onun haqqında danışardım. Şərəfsiz vicdanınız olsun. Denən ki dünən Velizar haqqında danışmışsan. Danışmışam. Söhbəti bağladım. Söhbət vızqırtdı. İnsanları mənim üzərimə işləmə. Artist Nərəvin xalası qızıdır. Artist sizsiz, mən yox. O artist yazanlar. Kör olub gözləri. Niyə ona 30k baxır, 25k baxır deyə bu bəzi insanlara səslənirəm. O hansısa yayıncının haqqında yazanda sırtıq kimi, matişkə kimi yaltaqlanırsınız. Elə bəzi izləyicilərə aiddir. Sizdən qorxan sizin kimi olsun. Məndən zəhləviz gedir, belə cəhənnəmə getsin az. Yaltaqlar.
Ama canlısında 2K, 3K olan yayıncı ondan danışan kim ondan prim kasır. Onda yanaram da. Sənin haqqında yalan danışsanlar yanmarsa, kaneşinə yanaram. İnsanlara məni səhv şey edir. Görmürsən yalandan diriləman 72-dir. Mənə zəng elədi, mənə nə bilim neynədir. Uzadır, uzatma, yum ağzını. Bilib bilmədən danışma, yum ağzını. Seda Sayan, ağzını yum. Səndən işin məhkəmədə qutarmasın mənim. Yum ağzını. Yum. O bu deyiləm sənə. Ağzını yum. Yoxsa yumduraram sənin ağzını. Bir kəlmə ağzını yum. Ləman adı bundan sonra sənin canlında çəkilsə, səndən başqa cür danışacağım. Bir dənə andır cüzü zəng böyüdü nələrə qadir oldu. Bir dənə adi cüzü zəng böyüdü nələrə qadir oldu. Bu zəngin içinə. Mən söhbəti o gündən bağlamışam aşkım. Mən üstün ənlərim onun haqqında danışmadım. Nəyimə lazım? Söhbəti bağladı. Dava bir dəfə olar da. Danışarsan. Vızqırdar, çıxar gedər. Vızqırdar, çıxar gedər. Oturub o gün qızın yanında deyir ki, mənə 60 dəfə zəng elədi, mən açmadım. Hə də dedin, yaxşı, okey, hə. Söhbəti bağla da. İndi bu gün məndən nəyə danışırsan? Bu arada yadıma düşmüşkən deyim, az Ləman, sən nə küzdüsən? Bax, niyə danışırdın indi məndən? Mənə deyirsiniz ha, məndən niyə danışır? Az tüpürün bu canlıya qalxdı. Düdüylər, bəzi düdüylər. Mən orada oturub yemək yirdim. Mənə deyirsiniz, sən sayən canlının Velizarın sayəsində qalxdı. Zırt mənim canlının Velizarın sayəsində qalxdı az. Mən oturmuşdum orada 5000 nəfərlə yemək yirdim. Velizar özü mənə istəyətdə oynadıq. Niyə yalan danışırsınız? Oturmuşdum o sevərlə yemək yirdim. 5K adam var idi o mənə istək atanda. Niyə yalan danışırsınız? Niyə vicdanla Allahla danışmırsınız? O kimdir ki mənə prim verə? Mən 72 ildir TikToka Velizara görə varam. TikTok xəstəsi olsaydım 7-6 aydır mən burada yoxam. 72 ildir Velizara görə varam mən burada. Yaxşı izləyicilərdən qıraq. Bəzi izləyicilər çox satqınsınız, çox satqınsınız. Sizin var, nə şərəfiniz var, nə ləyaqətiniz var. Çox minisfətsizsiniz, yaxşı. Siz çox satqınsınız. Siz Velizar olmayanda girirdiniz mənə, ona buna baxırdınız. İndi Velizar çıxandan girib baxdıqlarınız adamı da pisləyirsiniz. Hamısı müvəqqəti çətinliklər də, bunu unutmayın. Bir Kürtçülərin dönüb dolaşıb gələcəyi yer kütçü dükkanıdır. İnsan düzündə danışanda olur 72, olur yalancı, olur paxıl. Gərək yaltaq olasan indiki zamanədə. Yaltaq. Sənə nəsə demə daxı. Ay ürəyim dedi. Sənə nəsə demə daxı. Küzdüdür. Niyə deyirsən? Sən küzdülük elib neynəmişəm mən? Toyuğuva qış demişəm sənin. Niyə danışırsan məndən? Ay Veliza, mən dünən açdım canlını, səndən bir kəlmə danışmadım. Söhbət bağlandı, çıxdı, vızqırtdı, getdi. Mən onunla deyiləm. Yorumlarda yazırlar ağızda. İnsanlar inanır. Nə var, onun canlısında çox adam var deyə inanırlar o qaşqaldağa. Rədd ol da sən də bu tükardan əlimə dəydi. O bu gün sabah desə filan kəs məsəl üçün filan şeydir, filan kəsi kişi ilə gördüm, cəmaat inanacaq. Quran haqqı inanacaq. Dursun yalandan məsələn deyirəm, desin filan kəsi kişi ilə gördüm, dedilər, hə, bu dedisə görüb. İndi yox, canlıdayam. Daha yığan deyiləm, sözümü yazdım, sözümü də dedim. Mən canlı atmaq fikrim yox idi, mən bugün atmayacaqdım, Quran haqqı. Yığdım ona ki, Nikoya deyim ki, ona denə danışmasın da, söhbət başqa cür olub. Niyə ona icazə versən o haqda danışmağa? Niko ilə mənim aramda olan söhbəti Niko bilir. Biz başqa mövzuda danışırdıq. Donur, internetdən də ona görə. Biz başqa mövzudan danışırdıq, bu gəldi özün qoşdu, soxdu özün ora ki, kimdi zəng eləyən? O da dedi Ləman.
Ondan sonra ekrana qoyanda, şeyə qoyanda, höpərlərə qoyanda dedi aylaman, mən sənə danışmıram. Orada mən pis bir söz deməmişəm. Niko ilə da Allahım şahiddir. Balamın canlandığı olsun başqa mövzu haqqında danışırdıq. Ondan qabaq o yuxarıda yazıb məndən zarafatlaşırdı. Burnun öz aramızda özün armuda oxşasan da burnun qəşəkdir falan filan. Sonra canlıdan sonra iki nəsə telefonla danışdığı yaltaqlanır. Bir də nə söhbət gedib, nə olub? Biz öz aramızda danışmışıq. Sən niyə özünü soxursan ortaya hər şeyə? Niko da bir kəlmə demir ki, ay Velizar, bizim söhbətimiz başqa mövzu olub. Özünü soxma ortaya. Bağla söhbəti. Deyə mənim hirsim soyuya. O mən orada 25 min nəfərin içində 200'lü çıxardır. Bu da durub baxır. Siz olsaz əsəbləşmərsiniz. And verirəm anavızın canına. Mən Allah haqqı söhbəti bağlamışam. Heç dünəndən ondan danışmıram. Quran haqqı danışmıram. Ailənin canı danışmıram. İnsanlar da gedirlər canlı yorumların altında ağzına gələni bilib-bilmədən danışırlar axı. Orada böyüdüləsi bir şey yoxdur. Prosto məni insanlarca yalancı çıxardır. Ona əsəbləşirəm. Söhbəti bağlayın, çıxsın, getsin də. Niyə uzadırsan? Canlıda yığmaq olmur. İnşallah bəlkə də bu mənim yaxşı xasiyyətim deyil. Bəlkə də zəhlə tökən gəlirəm sizə. Amma mən haqsızlıq götürmürəm. Olmayan şey deyəndə mən cırnıyıram. Kofta qırışdı çünki canlı açmayacaqdım. Axşam əynimə elə qardırobdan bunu tapdım, soxdum, girdim ki. Çünki ona yığdım açmadı, nerviləndim. Yazıram, oxuyur, cavab vermir, qıcıq oluram. Mən də bezirəm. Mənə də lazım deyil bu söhbətlər eləmək. Quran haqqı mən də bezirəm. Düşür canlın danış yana. Ay ürəyim, mən canlım ona görə qalxmır, ona görə də düşsün. Elə qəribə danışırsan ki. Mən 5000 nəfərlə oturmuşdum o mənə istə yatanda. Allahla vicdanla danışın da. İndi mənim səhifəmdə problem olub, biraz 1000 nəfərlə, 700-800 nəfərlə oturmuşam deyə. Mən indi o deməkdə o qaldı. Mən onunla nə oynamışam ki, mən o da qaldıra. Mən 5000 nəfərlə oturmuşdum o mənə istə yatanda. Niyə yalanla danışırsınız? İndi insana, indi mən onlara yığıram. Oturub canlıda deyir ki, nə istəyirsən, yığırsan bizə. İndi onu zarafata deyir, onu başa düşdük. Amma ondan qabaqçı söz nə deməkdir? Yığıb yalvarmısan, 200'lüsən. Elə olmayıb axı. İndi axırıncı sözün zarafat elədi, onu başa düşdüm. Hə, hırraşır, onun başında çatmır. Az o mənlə qoşulmaz, o bilir ki, mən düz adamam. Mən düzün deyəcəm, o mənə cavab verə bilməyəcək. O elə öz canlısında oturub mənim dalımca danışıb, özün haqlı çıxardacaq öz izləyicilərinə. O mənlə qoşulmağa duxu çatmayacaq, çünki mən düzəm. O səhvdir deyə qoşulmayacaq, əzizim məndən. O bilir ki, mən özümü düz çıxardacam, o yalancı çıxacaq. Donur, setdəndir də, Wi-Fi-in vaxtıdır ona görə. Bilirəm də yalanla yazırlar. Bunların xəssiyyətidir. Mən izləyiciləri öyrədirsən sən. Kepka nəyinə gülürsən? Kepkat da. Elə gülürsən ki, kepka. Hə, kepkadır da, kepka görməmişsən. Kepkadır da, nəyə gülürsən? Atomun başını taxmışam başıma. Gülməyə bəhanə axtarsan, sən də deyəsən. Zarafata sal, hər sözü de, eybi yoxdur. Amma olmayan şey mənim haqqımda danışma. Xahiş edirəm səndən. Sənə axırıncı xəbərdarlığımdır. Məndən danışma. Hırraşırsan, zarafat edirsən, kiş danışırsan başa. Amma olmayan şey danışma. And verirəm anavın canına. Anavın canına and verirəm, olmayan şey danışma. Anava biraz hörmətin varsa, olmayan şey danışma, Velizar. Ged yerinə çat, sonra otur danış. Düz deyilsiz ki, yığıram açmırsınız. Düz deyilsiz ki, qoşulmursunuz ki, mən özümü burada sözümü deyim. Düz deyilsiz. Düz olan adam qoşular, açar, deyər nədir? Düz deyilsiz. Mən düzəm, bəli.
Mən afriska da deyiləm, yalancı da deyiləm. Siz orada olmamısınız, bilmirsiniz kim-kimə zəng gedib, söhbət nəydən gedib. Ona görə də kiminsə haqqına girməyin. Başa düşdünüz? Belə də ki, danışırsınız, danışırsınız, vecimə belə deyirsiniz. Olmayan şeyi danışmayın. O birinci yerinə çatır. Çürükçü deyiləm, Allah haqqı bıyaqlarım danışdı. Aşkım, çürükçü niyə oluram? Haqqımı tələb edirəm. Niyə 25 min nəfərin içində məni 200'lü çıxartmalıdır? Yəni qəribə danışırsınız. Zarafat elə hər sözü danışır. Siz deyirsiniz otur bax. Niyə onun 30 min izləyicisi var deyə mən yalağam az. O heç kəsdən qorxmur. Heç kimdən qorxmur. Demirəm, qorxur. Söhbətdə səhv olduğuna görə qoşulmur. O gün necə səhv çıxdı, qaçdı. Bu papaq moda minib. Hə, nə olsun ki? Bir şalvar çıxır, hamı alır, geyinir. Dırnaqdır, hamı hamıya baxır, o fransızdır, nədir, gedir, düzətdirir. Şalvardır, hamı hamıya baxır, geyinir. O atlas yufkalar çıxdı, Azərbaycanda geyinməyən qız qalmadı. Bəlkə bir 10% geyinmədi. Elə danışırsan ki, bu çofka yaxşı ki, moda. Mən bunları bir aydır Temudan vurmuşam, indi gəlib bilmək istəyirsənsə. Bir qəribə danışırsınız, Kimsə taxıb deyə kepka zat taxmayaq. Kimsə nə bilim başına nəsə taxır deyə taxmayaq. Onda heç kəs gəlinlik geyinməsin. Hamı bir-birinə baxır. Kofta ütüləmək vaxtıdır. Deyirəm, əsəbimdən canlılaşdım. Bugün canlı açmayacaqdım mən. Əlimə bu keçdi, bunu da geyindim. Sənə yaraşmır. Çünki makyajsız falanam ona görə. Niyə yaraşmır? Atova yaraşır, verim aton taxsın. Yaraşır ki, yanırsan da. Yaraşmasa yanmazdın. Fındıq. Az hər kəsdən dalaşırsam, az yaxşı eləyirəm. Çünki bilirlər ki, mən həyasızam. Mən söz altında qalmıram. Cavabların, iynələrin vuracam, ona görə də mənə sataşırlar. Canlısında 25 min dolan mənlə danışır. Çünki mövzu yoxdur. Nə danışsın? Haçana kimi çıxacaq stolun üstündə, hətta stolun başında danışacaq. Biraz bizə söz soxmalıdır da. Danışsın da məni haqda. Pozğunçuluğundan danışacaq. Yanında kişi qucağında oturmuşam. Nəydən danışacaq? Xahiş eləmişəm, məni apar kişilərlə stolda otuzdur. Mənim nəyimlə danışacaqlar, Məndən nə danışacaqlar? Yaxşı siyasət işlədiblər. Bir balaca yayınçıya sözlərini soxurlar. Bax, onun taktikası odur. Sözün deyir, sonra da mən işlə danışmadım ki. Yayıncı da cavab verəndə güya bu heç kəsə baş qoşmur. Başlayır oynamağa, güya bu heç kəsə cavab vermir. Sonra da belə hürsünlər məndən. Hürsünlər məndən. Da cəmaata söz verdi, sonra cəmaat sənə cavab verəndə hürsün səndən. Baş xarab xəstə. Psixi problemi olan gic. Blender söz sənin atondur. Sən də bilmirsən, nə danışırsan. Görsən, bilib-bilmədən danışırsınız, ay izləyicilər. Neysə. Neysə. Kepkan tanış gəldi. Kimdən tanış gəldi? Məsələn, de görüm. Uşaqlar, Temudan sipariş verənə nə vaxta gəlir? Ümumiyyətlə, Temudur, belə, Trendyoldur. Nə vaxta gəlir? Bir ay, bir həftə, 10 gün. Kimdə görmüsən? Tefkan tanış gəlir. Atovun kepkasıdır.